18 yaşlı xanımlar 60 yaşlı bəylərlə ailə qururlar. Gündəm xəbərin efirində 28 iyun tarixidir və bir mühüm xəbəri diqqətinizə çatdıracağıq. Gündəm xəbər Xəzər TV-yə istinadən məlumat verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə son 3 il ərzində 6 nəfər 18-29 yaş aralığında olan xanımlar 60 və daha yuxarı yaşı olan bəylərlə rəsmi nikaha daxil olublar. Sosioloqlar bildirirlər ki, son zamanlarda xanımlar özlərindən yaşca böyük insanlarla münasibət qurmaqda say etibarilə əvvəlki illər müqayisədə daha da artmağa doğru gedir bu rəqəm və sosioloq Üzeyir Şəfiyev bu barədə fikir bildirib və deyir ki, qızları buna vadar eləyən səbəblər məhz psixoloji problemlərdir. Belə ki, ailəsində çətinlik yaşayan xanımlar özlərindən yaşca böyük bəylərlə ailə qurarsa daha xoşbəxt olacaqları qənaətinə gəlmiş olurlar. Sosioloqlar hesab edirlər ki, hər kəs öz yaş kateqoriyasına uyğun şəxslərlə ailə qurarsa, bu daha məqsədə uyğun olar. Bundan əlavə, sosioloq Üzeyir Şəfiyev əlavə edib ki, kişilər də həyat yoldaşı seçimi zamanı yaş fərqinə diqqət eləməlidirlər. Belə ki, əks halda bu münasibət xoşagəlməz bir sonluqla bitə bilər deyə sosioloq çıxışında bildirib.